Deyim ki, hal-hazırda vətən uğrunda canından keçən, qanı ilə tarix yazan, təki vətən sağ olsun deyən şəhidlərimizi ziyarətinə, bax, bizi Biləsuvarın bax gəncləri, sərbəst güləşçiləri bu günləri hər zaman olduğu kimi bu gün də şəhidlərimizi ziyarət edirlər. Biləsuvarda adət-ənənə olaraq şəhidlər ilk öncə ziyarət olunur və hər bir xeyir işi olsun, hər bir işdə şəhidlər başımızın tacı deyərək ziyarət edirik. Allah şəhidlərimizi rəhmət eləsin. Üçrəyli bayrağın dalğalanması üçün canından keçən Elnur Əzizli təki vətən sağ olsun deyib, vətən üçün canından keçən şəhidimiz ruhu qarşısında baş əyir. Allah şəhidlərimizi rəhmət eləsin. Şəhidimizin ruhuna salavat deyə ruhu şad olsun. Allahümmə səllə əla Muhammed. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Bax, bugün dediyim kimi Biləsuvarın gənc idmançıları hər zamandakı kimi bugün də hər bir işdən öncə şəhidlərimizi ziyarət edirlər. Çünki şəhidlər başımızın tacı, rahat sərbəst azadlığımız uğrunda canlarından keçdikləri üçün. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Dediyim kimi Fuad hərbi xidmətə yola düşməmişdən öncə özünə borc bilir, cəm şəhidlərimizi ziyarət edir. Şəhidimiz Hüseyin Zeynaloğlu Dəmirli ruhu qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الاحياء منهم والاموات وبحرمة سورة المباركة الشهر الفاتحة. اللهم صل على Şəhidimiz Şahmurad Hilaloğlu Əlzadə ruhu qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah şəhidimizi rəhmət eləsin. Dörd gün vətən müharibəsinin hər zaman canından keçən vətən müharibəsinin qəhrəmanı Orxan Əkbərov. Allah ruhunu şad eləsin. Allah qardaşlarının da ruhunu şad eləsin. Elnur, Talih, hər üç qardaşların ruhu şad olsun. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allahümmə səllə əla Muhammed və ali Muhammed. Şəhidimiz Əlzadə Nərman Nur Əhmətoğlu ruhu qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allah cəm şəhidlərimizi. Allahümmə səllə əla Muhammed və ali Muhammed. 44 gün vətən müharibəsində şəhid canından keçən qədirli İsmail Elçinoğlu ruhu qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allahümmə səllə əla Muhammed və ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Ər-Rəhmanir-Rəhim. Malik yevmid-din. Rufullayev Seyfəddin Mozoğlu ruhu qarşısında baş əyirik. Allah cəm şəhidlərimizi rəhmət eləsin. Allahümmə səllə əla Muhammed və ali Muhammed. Allah ruhunu şad eləsin. Əsədov Heydər Məmmədağaoğlu müəyyən səbəblərdən dünyasını dəyişsə də yaşadığı zaman vətən üçün əldə silah hər zaman vətəni üçün canından keçən igidlərdən olub. Allah ruhunu şad eləsin. Allah ruhunu şad eləsin. Ruhun şadlığına ötürü 14 Məsum Gül zamanı salavat. Allahümmə səllə əla ali Muhammed. Allah ruhunu şad eləsin. Qarabağ qazisi olub Bəxtiyar Faziloğlu müəyyən səbəblərdən dünyasını dəyişdi. Allah rəhmət eləsin deyirik. Allah ruhunu şad eləsin. Allahümmə səllə əla Muhammed və ali Muhammed.
Cabir Soltan oğlu Hüseynov 1-ci Qarabağ müharibəsinin şəhidi, torpaqların 80%-ni qoruyub saxlayanlar. Əlbəttə bu gün Biləsuvarımız qəhrəmanlar diyar olduğu kimi Biləsuvarın idmançıları özlərinə borc bilir. 1-ci, 2-ci Qarabağ müharibəsinin şəhidlərini ziyarət etmək. Gələn ayaqlarınız var olsun. Allah sizləri var eləsin. Ruhun şadlığına ötürü Muhammed ala Muhammed'e salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed.